yok. Arasındaydı. Şire götürün kaçın. Xüsusi təyinatlı qüvvələrin tank ləqəbli qəhrəman ad günündə şəhidlik zirvəsini ucalan baş leytenant Xəyyam Əzizov 1995-ci noyabrın 8-də Neftçalada anadan olub. Bir neçə xarici ölkədə dağçılıq, düzəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur. Erməni, rus, İngiliz, Gürcü dillərini bilirdi. Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa uğrunda gedən döyüşlərdə xeyli sayda erməni canlı qüvvəsini və texnikasını məhv edir. Bir neçə uğurlu əməliyyatda iştirak edən baş leytenant ermənilərin diversiya qrupunun məhv edilməsində xüsusi qəhrəmanlıqdır. Oktyabrın 29-dan Şuşaya kimi komandirliyi Xəyyamın çox hündür boy və enli kürək olan Xəyyamı döyüş yoldaşları tank kimi döyüşçü adlandırırdılar. Ən son döyüş meydanı olan Əlçatmaz Şuşa şəhərinin azad olunmasında əsl qəhrəmanlıq göstərir. Noyabrın 8-də doğum günü olduğu üçün ailəsi ondan zəng gözləyirdi. Lakin Xəyyam həmin gün